İlk öncə hər kəsi salamlayıram. Mən Oğuz şəhər internat tipli texniki və təbiət fənləri təmayüllü liseyin 8T2 sinif şagirdiyəm. Bizim sinifin dəyişməyən bir adəti var. Hər il sonu riyaziyyat fənnindən keçdiyimiz bölmələrin içərisindən bizim üçün ən maraqlı gələn bölməni seçib təqdimat hazırlayırdıq. Mən ancaq bu dəfə tək bir bölmə deyil, bütün bölmələri seçmişəm. Bütün bölmələri seçməyimin də əsas səbəbi bir çox insandan eşitdim ki, əsasən 8-ci sinif uşaqları düşünürlər ki, bu kvadrat kökdür, həqiqi ədədlərdir, kök altıdır, Pifaqor teoremidir, kvadrat tənliklərdir, trigonometriyadır, rasional ifadələrdir. Bu kimi bölmələrin riyaziyyatdan başqa bizim həyatımız üçün nə məna kəsb eləyir kimi suallar düşünürlər. Mən də istəyirəm ki, bu sualların hamısını bu videoda sizinlə paylaşım. Yəni ki, bu sualların əslində bir yalan olduğunu sizə sübut etmək istəyirəm. Elə isə gəlin bütün bölmələri bir-bir həyata bağlılığını, yəni həyata təsirini birlikdə müzakirə edək. 8-ci sinifin ilk bölməsi kvadrat kökdür. Bəzən bir cavaba çatmaq üçün kökü axtarmaq lazımdır. Hər problemin bir daxilindəki dəyəri vardır. Təkcə üzünü deyil, kökünü araşdır. Səbirlə gedilən yol həmişə cavaba aparır. Yəni bu şəkildə göstərdiyim kimi, həyatda da, riyaziyyatda da hər bir misalın, hər bir məsələnin özünün kökü var. Sadəcə bizdən tələb olunan səbirlə getməli olduğumuz yoldur. İndi isə keçdik riyaziyyatın ikinci bölməsinə. Riyaziyyatın ikinci bölməsi bizə həqiqi ədədləri öyrədir. Həyatda da, riyaziyyatda da müsbət və mənfi tərəflər vardır. Amma hər biri həqiqidir, var və dəyərlidir. Mənfi emosiyalar da həyatın bir parçasıdır. Sadəcə onları doğru dəyərləndirməyi öyrənmək lazımdır. Yəni ki, riyaziyyatda da bilirik ki, mənfi və müsbət ədədlər var. Həyatın da mənfi tərəfləri, müsbət tərəfləri var. Əgər bizim həyatımıza mənfi hadisələr çıxmasa, biz həyatımıza necə davam etdirə bilərik? Və yaxud da ki, riyaziyyatda, yəni ki, mənfi ədədlər də var, müsbət ədədlər də və hər biri öz yerində çox gözəldir. Gəlin baxaq kök altında qalmaq ifadəsinə. Həyatda bəzən problemlər bizi kök altında saxlayır. Qaranlıqda dəyəri bilinməz halda. Amma bir gün öz kvadratına çıxıb parlayacaqsan. Birinci şəkildə görürük ki, çöp adam qaranlıqdadır, yəni ki, kök altındadır. Pis hadisələrlə üzləşib, başına pis hadisələr gəlir. Amma sən özünə inansan, inadla, əzmkarlıqla çalışsan, ümidini itirməsən, öz kvadratına çıxıb parlayacaqsan. Bəs Pifaqor bizə nəyi öyrədir? Pifaqor deyir ki, əziz dostum, iki kiçik çətinlikdən qaçmaqla deyil, onları bir yerdə götürüb, yaxşı planlamaqla uğur əldə etmək olar. Və bəlkə də həyatdakı uzun yolu qısaltmaq üçün elə bu sadə düstur lazımdır. Biraz hesabla, biraz planla, biraz da şansla. Qısacası, həyat da düzbucaqlı üçbucaq kimidir. Düzgün küncləri və addımları birləşdir, yoldan qalmayacaqsan. Bilirik ki, riyaziyyatda biz düzbucaqlı üçbucaqda, yəni A kvadratı gəl B kvadratı bərabərdir C kvadratını öyrənirik. Məsəl üçün, bir insan durursa burada A nöqtəsindən B nöqtəsinə gedir. Və A nöqtəsindən B nöqtəsinə getmək üçün elə bu uzun yoldan getməkdənsə, elə birbaşa A nöqtəsindən B nöqtəsinə, yəni hipotenuzda getsə daha qısa olmazmı? Bilirik ki, məsəl üçün 3 ilə 4-ün cəmi eləyəsi 7. Amma yuxarıda hipotenuz 5-dir. 5 ilə getmək daha rahat, daha səmərəli olacaq. Elə həyat da bizə bunu öyrədir. Yəni ki, düzgün küncləri, bir də ki, onların addımlarını birləşdir. Elə həyat öz axarına düşüb gedəcək. Və gəldik kvadrat tənliklərə. Kvadrat tənlik kimi həyat da bəzən çətinlik kimi görünür. Amma heç vaxt ümidsiz olma. Hər yolu tapılır. Sadəcə o yolu axtarmaq və sınaqdan keçirmək lazımdır. Çıxarmalı olduğumuz dərs nədir? Çıxarmalı olduğumuz dərs həyat kvadrat tənlik kimidir. Bəzən 2 yol var, bəzən 1 yol var. Bəzənsə heç yol görünmür.
Amma sən həmişə nəticəni tapmaq üçün cəhd etməlisən. Biz bilirik ki, riyaziyyatda kvadrat tənliyi işləyəndə elə misallar qabağımıza çıxır ki, bu misalın iki fərqli kökü var. Elə misal qabağımıza çıxır ki, onun bərabər kökü var, yəni bir kökü var. Elə misal da qabağımıza çıxır ki, onun heç kökü görünmür, yəni yol tapmaq olmur. Amma biz nə varmalıyıq? Həmişə nəticəni tapmaq üçün cəhd etməliyik. Elə həyat da bizə bunu deyir. Cəhd etsən, özünə inansan, hər şey qaydasına düşəcək. Və gəldik dördbucaqlılar bölməsinə. Həyatdakı uğur dördbucaqlı kimi balans tələb edir. Hər tərəfi gücləndir. Bir tərəfə çox bağlı qalma, yoxsa şəkil əyri çıxar. Uğur dördbucaqlıdır. Zəhmət, səbir, bilik və şansı birləşdir. Onda həyat şəklin tam olar. Yəni ki, məsəl üçün, biz şansı bir rəqəm ilə işarələyək, bilikdir, səbirdir, zəhmətdir 0-0 eləyək. Olası da mı 1000? Əgər biz şansdan, məsələn, 1 ilə işarələmişdik, 1-in üzərinə xətt çəksək, qalası 3 dənə 0. Bu 3 dənə 0 bizim nəyimizə lazım olasıdır? Yəni, ona görə deyir ki, bir tərəfin üzərində çox işləyib qalma. Hamısı öz yerində olsun ki, sənin üçün də həyat daha rahat, daha gözəl olsun. Və keçdik rasional ifadələrə. Həyat da rasional ifadələr kimidir. Görünüşdə mürəkkəb, əslində sadə. Bəzən də qarışıq düşüncələrimiz var. Elə bir sürətində, məxrəcincə sayı çoxdur. Amma yaxşı baxanda hər şey sadələşdirmək olur. Rasional ifadələr kimi həyat da sadələşdirilə bilər. Qarışığı azaldıb öz yolunu tap. Biz belə bu riyaziyyat misalına baxanda çox uzun bir rəqəmlərdən ibarət bir sürət və məxrəcdən ibarət bir kəsr görürük. Ancaq biz bunları ixtisar eləsək, sadəcə 2də 1 qalasıdır. Yəni, çətin görünsə də həyat da bizə bunu deyir. Sadəcə sadələşdir, hər şey rahat olasıdır. Keçdik fiqurların sahəsinə. Hamı öz formasında uyğun yer tutur. Kimisi dairə kimi rahat yuvarlanır, kimisi kvadrat kimi sərt küçlərlə addımlayır. Kimisi isə üçbucaq kimi zirvəyə doğru dırmaşır. Amma vacib olan nədir? Sahə. Yəni tutduğun yer, təsir dairən. Bacardığın qədər öz dünyanı böyütmək. Dairə olmaq istəyirsən, mərkəzini tap, radiusunu genişləndir. Kvadratsan, sərhədlərinə sahib çıx və 4 tərəfini bərabərləşdir. Məsəl üçün, dərs, ailə, dostlar, özün. Üçbucaqsan, tək zirvəyə yox, üç bucağına güvən. Sabitlik, dayaq və yön. Çünki həyatda da məsələ təkcə necə görünürsən deyil, neçə kvadrat metrlik iz buraxırsan sualı ilə ölçülür. Forma necə olursa olsun, sən öz sahəni artır, iz qoy, yer tut və dünyanın mərkəzi ol. Fiqurların sahəsində biz bilirik ki, riyaziyyatda, məsəl üçün kvadratda kvadratın sahəsini tapırıq, dairədə dairənin sahəsini tapırıq, üçbucaqda üçbucağın sahəsini tapırıq. Həyat da bizə deyir ki, öz sahəni özün yarat. Yəni ki, bayaq dediyim kimi, iz qoy, yer tut və öz dünyanın mərkəzi ol. Keçdik rasional tənliklər. Məsələn, biz istəyirik ki, tez uğur qazanaq. Bu surətli. Amma altında əmək, zaman, səbir olmadan, yəni məxrətsiz o ifadə məna kəsb etmir. Yəni ki, riyaziyyat tərəfdən baxsaq, bu uğura bir dənə rəqəm versək. Əməyə, səbrə, zamana isə 0 versək, yəni bunlar olmasa, sizcə bu kəsrin mənası olar? Təbii ki də olmaz. Çünki 0-a bölmək olmur. Elə həyat da bizə bunu deyir. Yəni uğur qazanmaq istəyiriksə, gərək əmək də, zaman da, səbir də öz yerində olsun. Və bəzən elə olur ki, tənliyi həll etmək üçün sadəcə hər iki tərəfi bərabərləşdirmək deyil, biraz ixtisar, biraz dəqiqlik, biraz da sakitlik lazımdır. Yəni həyatda da səs-küyü, əlavə gərginliyi ixtisar et ki, cavab daha tez və aydın gəlsin. Həyatda da rasional tənlik kimidir. Arzularını, sürətini reallıqlarla, məxrəclə tarazla və unutma,
o zəhmətlə heç bir məqsədə bölmək olmur. Gəldik çatdıq fiqurların oxşarlığı bölməsinə. Oxşar fiqurlar bizə deyir: bax, sən başqa cürsən. Amma sənə bənzər biri var. Narahat olma, tək deyilsən. Həyatda da biz bəzən özümüzü fərqli hiss edirik. Amma ətrafımıza diqqətlə baxsaq görərik ki, başqaları da eyni bucaqdan baxır, sadəcə fərqli ölçülərlə. Biz riyaziyyatda bilirik ki, fiqurların oxşarlığı deyəndə, məsəl üçün, bir balaca üçbucaq götürürük, bir böyük üçbucaq götürürük və bu üçbucaqların bucaqları bərabərdir, sadəcə ölçüləri fərqlidir. Elə riyaziyyat da bunu deyir. Yəni digərləri eyni bucaqdan baxır, sadəcə fərqli ölçülərlə. Oxşar olmaq, kopya olmaq deyil. Həyatda sənə bənzəyən çox adam ola bilər. Amma səni sən edən ölçülərin özünə məxsusdur. Gəldik bərabərsizlik bölməsinə. Həyat heç vaxt həmişə bərabərlik olmur. Çox vaxt bərabərsizliklərlə doludur. Amma bərabərsizlikdə tərəf dəyişə bilər. Zəhmət çəkdikcə, təcrübə qazandıqca və inadla irəlilədikcə kiçikdir işarəsi bir gün böyükdir işarəsi olur. Və hər iki tərəfi eyni əməliyyatı tətbiq etsən, bərabərsizlik pozulmaz. Yəni həyat bərabərsizlikdən ibarətdir. Amma nəticə sənin öz əlindədir. Kiçik başladınsa da böyük düşün. Çünki kiçikdir işarəsi çevriləndə böyükdir işarəsi olur. Və gəldik çatdıq çox maraqla gözlənilən trigonometriya bizə nə üçün lazımdır sualına. Gəlin bu sualı elə burada başını bağlayaq. Sinus, kosinus, tangens bunlar sadəcə bucaqlarla oynayan düsturlar deyil. Həyatın da öz içindəki gizli əlaqələridir. Məsələn, sinus sənə deyir ki, gücünü qarşı tərəfdəki dəyişiklikdən alırsan. Biz bilirik ki, riyaziyyatda sinus nədir? Qarşı katetin hipotenuza nisbəti. Elə burada deyir ki, qarşı tərəfdəki dəyişiklikdən alırsan. Elə sinus işarəsə, mən sinusu eynəkli bir çöp adam olaraq təsəvvür edirəm. Gəldik kosinusa. Kosinus daha sakitdir. Sən əgər sabit durursansa, əsas dayağın elə öz kökündə. Burada bəs niyə dayaq sözünü işlətdik? Biz bilirik ki, riyaziyyatda kosinusu necə tapırıq? Bitişik kateti, yəni öz dayağına hipotenuza nisbəti. Elə mən kosinusu sakit biri olaraq başında batlı bir çöp adama bənzədirəm. Həyatın dəyərlərinə sadiq qalır. Səssizdir, amma güclüdür. Gəldik tangensə. Bu həyatın qarma-qarışıq halıdır. Sürət sıfıra yaxınlaşanda tangens partlayır. Elə burada da görsək, tangens əsəbi haldadır. Elə insanda bəzən əsəbləşəndə, əsəbləri sıfıra endirəndə partlayır. Trigonometriya qardaş deyir: əgər bucağını düzgün seçsən, hər şey ölçülə bilər. Həyatda da düzgün bucaqdan baxmağı bacarsan, ən qarışıq vəziyyətdə belə sabit nisbət tapmaq mümkündür. Baxış bucağını dəyiş, həyatın nisbətləri də dəyişəzdir. Yəni ki, məsəl üçün, birinə baxırıq deyirik ki, onun nə gözəl paltarı var. Kaş məndə olsaydı, kimi fikirlər düşünürük. Biz burada baxış bucağımızı dəyişməliyik. Yəni bu fikirlərdən əl çəkib, nə gözəl paltarı var, bugün daha gözəl görünür kimi ifadələr qura bilərik. Və gəldik riyaziyyatın sonuncu bölməsinə, məlumatın toplanması. Həyat boyu biz fərqində olmadan məlumat toplayırıq. Əsas məsələ təkcə məlumatı toplamaq deyil, onu düzgün təqdim etməkdir. Riyaziyyat deyir ki, məlumatı qrafik ilə göstər. Həyat sənə deyir ki, öz hekayəni düzgün danış. Yəni yalan danışma. Riyaziyyatda hər şey qrafikə göstərir. Məsələn, bu ən çox kinoya getməyi sevir. Məsələn, kinolarda komikmi, dedektiv əsərləri izləməyə xoşlayırmı, bunu göstərir. Həyatda da biz düzgün danışmalıyıq və bu da bizim təbii ki, özümüzdən asılıdır. Və gəldik, riyaziyyat bəs bizə nəyi öyrədir? Həyatda təbii ki, səhvlər eləyə bilərik. Və bu riyaziyyata bənzəyir. Səhvlər yanlış nəticəni göstərir. Amma onlardan öyrənmək, yenidən cəhd etmək, düzəliş etmək bu həyatın yenidən hesablama düyməsidir.
Yəni ki, yenidən düzəliş eləyirsə, yenidən cəhd eləyirsə, mən bunu həyatın hesablama düyməsi adlandırıram. Çünki təbii ki, hər birimiz səhv eləyə bilərik. Amma səhvləri öyrənmək, yəni o qədər gözəl bir şeydir ki, həmin səhvləri öyrənirsənsə bu gün, gələcəkdə də həmin səhvləri eləməmək şansın daha çox. Məsələn, bir sınağa gedirsən, sınağa gedən zaman məsələn səhvin çıxır. Təbii ki, hər birimizin səhvi ola bilər. Və bunu gəlib öyrənmirsənsə, məsələn, sanki ay az yazdım imtahandan, öyrənməyim, belə bir şey yoxdur. Biz hər sınağa getdikcə özümüzü daha da təkmilləşdiririk. Həmin sınağı bilmədiyimiz sualları, qaranlıq qaldığımız sualları gətirib öz müəllimimizdən soruşsaq, bunun izahını alsaq, biz onda əsl güclü bir şagird olarıq. İndi mənim sizə bir sualım var. Bəs səbir etməyi, səhvlərdən qorxmamağı, düzgün baxış tərzini, inad və əzmkarlıqla çalışmağı, gülməyi və yumoru unutmamağı kim öyrədir? Zəhmət olmasa şərhlərdə yazarsınız. Mənlik hələlik bu qədər. Sizinlə sağollaşıram. İnşallah ki, bütün sualların cavabını sizinlə paylaşa bildim. Yəni riyaziyyat, 8-ci sinif mövzuları hər biri bizim üçün çox vacibdir. Həyatımıza təsiri var. Bunun üçün, yəni hər bir bölməni oxumaq, dərindən öyrənmək lazımdır. Hara getsək, riyaziyyat bizim qarşımıza çıxarsın. Çünki riyaziyyat elə həyatın özüdür.